أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين أصلي وأسلم على سيد المرسلين نبينا محمد وعلى آله وأصحابه أجمعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Bu ay Ramazan ayı, Kur'an ayı olduğuna göre zikrin, dersin, xütbənin, nəsiyyətin Kur'an üzərindən edilməsi daha uyğundur. Hucurat surəsi barəsində Hucurat surəsinin təfsirini dərs kimi illər öncə deyirdim ki, bunu edəcəm. İndi bu Ramazan niyyətlənmişik bu surənin təfsirini edək. Surətül Hucurat, Hucurat surəsi. Hucurat ərəb dilindən tərcümədə hucrə sözünün cəmidir. Hucrə, otaq. Hucurat, otaqlar. Və bu surənin bu şəkildə adlanmasının səbəbi Peyğəmbər sallallahu əleyhi və səlləmin zövcələrinin, möminlərin analarının Mədinədə Peyğəmbər sallallahu əleyhi və səlləmin məscidinin yanında otaqlarının adından götürülür. Peyğəmbər sallallahu əleyhi və səlləmin zövcələrinin otaqları məscidin yanında yerləşirdi və o otaqlar 9 idi. Və surənin adı oradan götürülür. Surətül Hucurat, Otaqlar surəsi. Və Quran-ı Kərimin 49-cu surəsidir bu. Və mədəni surədir, yəni Mədinədə nazil olub. Və təfsirçilər ittifaq ediblər ki, bu surə Amul Vufud, hicrətin 9-cu ili, 631-ci ildə Vufud ilində. Vufud ili nə deməkdir? Həmən il, hicrətin 9-cu ili, miladla 631-ci ildə ərəb qəbilələri Ərəbistanın müxtəlif yerlərindən qəbilə halında, qrup halında gəlirdilər. Peyğəmbər sallallahu əleyhi və səlləmin dəvətinə icabət edirdilər. Amul Vufud, Vufd ərəb dilində bir qrup deməkdir. Vufud yəni qruplar. İnsanlar toplum gəlirdilər Peyğəmbər sallallahu əleyhi və səlləmin yanına, Mədinəyə, İslamı qəbul edib və Peyğəmbər sallallahu əleyhi və səlləmə beyət edirdilər. Və Nasr surəsində də Allah subhanahu va taala buna işarət edir. İzə cəə nasrullahi vəl fəth. Allahın nasır və fəth gəldikdə görəcəksən ki, insanlar yədxulunə fi dinilləhi əfvacə, Allahın dininə əfvacə, fəvd sözünün cəmidir. Qrup, toplum girəcəklər. Və təfsirçilər həmən bu ayətin təfsirində deyirlər ki, həmən o Amul Vufud, Vofdlar ili təxminən 70-dən çox insan, 70-dən çox vəfd, qrup, qəbilə Mədinəyə gəlib Peyğəmbər sallallahu əleyhi və səlləmin dəvətinə icabət edib və Allah Rəsuluna beyət ediblər. Və nə üçün o məqamda Allah subhanahu va taala bu surəni nazil edib? Hucurat surəsini. Ümumiyyətcə belədir. Bir toplum İslam üzrə, iman üzrə tərbiyələnir, İslamın əhkamını, halalı, haramı, İslam əxlaqını, İslam ədəbini öyrənir, tərbiyələnir, onun üzərində yetişir. Ancaq birdən Allah İslam dəvətinə bərəkət verdikdə, insanlar toplum dinə gəldikdə, o birdən eyni vaxtda kütlə ki gələndə onların hamısına İslam ədəbini, əxlaqını, halal, haramı öyrətmək olmur. Həmən o toplum gələn insanların ədəbsizlikləri, qəbahətləri, pis hərəkətlər səbəbi ilə bu surə nazil olub. Demək, ayətin nuzul səbəbində, ayətin təfsirində zikr olunur ki, bir qrup insan, bir qrup bədəvi Peyğəmbər sallallahu əleyhi və səlləmin yanına gəlir. Həmən o vəfdlardan birisi. Gəlirlər həmən o surənin adından götürülən Hucurat, otaqlar
Peyğəmbər sallallahu əleyhi və səlləmin otaqlarının, yəni zövcələrinin otaqlarının arxasında dururlar. Və bilirlər ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bu 9 otağın hansısa birindədir. Möhkəm səslə qışqırırlar ki, ey Muhammed, ey Muhammed adı ilə çağırırlar. Ki, yəni çıxsın çölə gəlmişik. Və onda Allah Subhanahu taala bu surəni nazil edir. Ayətdə necə ki, buna işarət edir Allah Subhanahu taala deyir ki, İnnellezine yunadunaka min vara'il hucurat. Hucurat otaqlar. Otaqların arxasından səni çağıranlar. Əksəruhum la yaqilun. Onların əksəriyyəti əql etmirlər. Nəyə əql etmirlər? Yəni belə əxlaqsızlıq olmaz, belə ədəbsizlik olmaz. Allahın Rəsulunla belə müamilə etmək olmaz. Burada bu surədə də bir hikmət odur ki, qiyamətə qədər demək, bu surə başdan ayağa ədəb, əxlaq öyrədir. Bu surədəki hikmət, bu surənin nazil olmasındakı hikmət, məqsəd Allah Subhanahu va Taala toplum İslam'a gələnlərə anladır ki, yəni gəlmisiniz özünüzü belə aparın, belə danışın, bunu eləmək olmaz, bunu etmək olmaz. Həm də bu surəyə qədər ki, iman etmiş müsəlmanlar ki var idi, bu şeyləri bilirdilər. Həm də onlar üçün bir təkrardır. Yəni, düşün ki, bir qövmün, bir qəbilənin, bir xalqın içərisində bir 5 min, 10 min müsəlman var. Dinlərini öyrənirlər, yaşayırlar. İnsanlar hamısı dinə riayət eləyib yaşayır. Əgər Allah təbaraka və teala bu cəmaata izzət versə, insanlar baxsa ki, bunlar qələbə qazanır. İnsanlar toplum bu müsəlmanların üzərinə gəlsə ki, biz də iman gətiririk. O gələnlər ki, yoxdur, gələnlər bunların öyrəndiyini bilmirlər. Onlar elə hardan gəliblər, hansı qəbilədən, hansı ailədən, hansı tərbiyədən gəliblər, elə onu da özləri ilə gətirəcəklər. Bu surə bu məqamda nazil olub. Alimlər hətta bu surə ilə bağlı deyirlər ki, Surətul Əxlaq vəl-Ədəb, əxlaq və ədəb surəsi. Əxlaqlar və ədəblər surəsi. Və bu surə 18 ayədən ibarətdir. Bu surədə Allah təbaraka və teala 6 dəfə müraciət eləyir. 6 dəfə. Surə başlandıqda 1-ci ayətində Allah subhanahu və teala deyir ki, Yə əyyuhəl-ləzīnə əmənu, ey iman edənlər. Və sonra ardınca 5 dəfə Yə əyyuhəl-ləzīnə əmənu. Allah subhanahu və teala bu surədə 5 dəfə iman edənlərə müraciət edir. Və 5-inin də ardınca əxlaqdan gedir. Ədəbdən gedir. Söhbət Allaha qarşı əxlaq, ədəb, Rəsuluna qarşı əxlaq, ədəb, müsəlmanlara qarşı əxlaq, ədəb və ümumən insanlara qarşı əxlaq, ədəb. Allah subhanahu və teala 5 dəfə deyir, Yə əyyuhəl-ləzīnə əmənu, 6-cıda isə deyir, Yə əyyuhəl-nəs, bütün insanlara müraciət edir. Bu surədə 6 dənə Allah təbaraka və teala'nın müraciəti var. 5-i iman edənlərə, 6-cısı isə ümumən bütün insanlara. Və surənin başında 1-ci ayətdə Allah təbaraka və teala deyir ki, Yə əyyuhəl-ləzīnə əmənu, ey iman edənlər. Lə tuqaddimu beynə yədəyilləhi və rasulihi. Heç bir işdə Allah və Rəsulundan lə tuqaddimu, qabağa keçməyin. Təqaddəmə, qadəm sözü, yəni addımlamaq, hərfi mənası. Yəni, Allah və Rəsulundan qabağa addım atmayın. Allah və Rəsulunun önünə keçməyin. Allah və Rəsulundan sözünə müxalifət etməyin. Mənası budur. Yə əyyuhəl-ləzīnə əmənu, lə tuqaddimu beynə yədəyilləhi və rasulihi. Ey iman edənlər! Heç bir işdə Allahdan və Rəsulundan önə keçməyin. Surə müraciətlə başlayır. Yə əyyuhəl-ləzīnə əmənu. Ümumiyyətcə, Quran ayətlərində Allah subhanahu və teala müraciət etdikdə iman edənlərə müraciət edir. Bəzən müsəlmanlara müraciət edir, bəzən də ümumən insanlara müraciət edir. Bu müraciət ayətlərinin başında ki, Allah təbaraka və teala deyir, ey iman edənlər, Abdullah bin Məsud bütün bu şəkildə gələn müraciətlərlə bağlı deyir ki, İzə səmi'təllaha yəqul, əgər eşitsən ki, Allah deyir, Yə əyyuhəl-ləzīnə əmənu, ey iman edənlər, fəəri'ihə, diqqət et, diqqətli ol, dinlə.
فَإِنَّهُ خَيْرٌ يَعْمُرُ بِهِ أَوْ شَرٌ يَنْهَ عَنْهُ. Mütləq Allah desə ki, ey iman edənlər, ardınca hər hansı bir xeyri əmr edir və yaxud da hər hansı bir şəri qadağan edir. Allah təbaraka və teala deyəndə ey iman edənlər, daim arxasına bax, ya nəyisə əmr edir, ya nəyisə qadağan edir. Əmr etdiyi şey xeyirdir, qadağan etdiyi şey şərdir. Və bu surənin də başında Allah təbaraka və teala deyir ki, ya eyyuhəl-ləzinə əmanu, müraciət edir. İndi İbn Məsudun təfsiri ilə Allah təbaraka və teala burada nəyisə qadağan etməlidir və yaxud da nəyisə əmr etməlidir. Ardınca baxırıq Allah təbaraka və teala qadağan edir. Nəyə qadağan edir? Lə tuqaddimu, qabağa keçməyin. Lə tuqaddimu beynə yədeyilləhi və rasulihi. Allah və Rəsulundan qabağa keçməyin. Vattaqullah, Allahdan qorxun. İnnallaha səmiun alim. Allah eşidəndir və biləndir. Bu Hucurat surəsinin 1-ci ayətidir. Allah təbaraka və teala burada iman edənlərə heç bir işdə Allah və Rəsulundan qabağa keçməməyi qadağan edir. İbn Kəsir bu ayətin təfsirində belə bir fayda zikr edir. Deyir ki, bu ayət barəsində ey iman edənlər heç bir şeydə Allah və Rəsulundan qabağa keçməyin. Ey lə tusri'u, yəni tələsməyin. Tusri'u, isra' tələsmək, yəni dur, gözlə. Fil əşya beynə yədeyhi, ey fi qabləhu, fi qablihi, yəni öncə, yəni bir şey barəsində nəysə hökm istədikdə, axtardıqda, öyrənmək istədikdə dur, bax ki, Allah və Rəsulu nə deyib bu barədə. Deyir ki, yəni Allah və Rəsulundan önə keçməyin. Bəl kunu təbəən ləhu fi cəmi'il umur, yəni bütün işlərdə tabiçilik göstərin Allah və Rəsuluna. Hətta yədxula fi umumu həzəl ədəb-i şər'i, hətta bu şəri ədəbə daxil olasan deyə. Bu ədəbdir. Yəni Allah təbaraka və teala bu Hucurat surəsinin 1-ci ayətində bu qadağan etdiyi şey deməli əmr etdiyi ədəbdir. Qabağa keçmək isə nədir? Allah və Rəsulundan ədəbsizlikdir. Kimə qarşı? Birinci Allah subhanahu və teala'ya qarşı, ikinci Rəsulu Muhammed sallallahu aleyhi ve sellemə qarşı. Və belə bir hədis zikr edir. İbn Kəsir bu ayətin təfsirində deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Muaz ibn Cəbəl radiyallahu anhu Yəmənə göndərir və ona deyir, Bimə təhkum, nə ilə hökm verəcəksən? Təbii ki, bildiyi bir şey öyrədir ona Peyğəmbər sallallahu aleyhi ve sellem. Yəni soruşur ondan. Allah Rəsulu öz Rəsulunu insanlara göndərir. Və soruşur ondan. İnsan mühüm bir iş üçün bir etibar etdiyi kəsi göndərdikdə bir yerə soruşur. Adi bir valideyn uşağını müəllimin yanına göndərəndə soruşur ki, nə deyəsən? Desə belə nə deyəsən? Belə deyəcəm. Bəs belə desə nə deyəcəksən? Belə deyəcəm. Peyğəmbər sallallahu aleyhi ve sellem də öz Rəsuluna, elçisinə, dəvətçisinə deyir ki, Yəmənə göndərdikdə Bimə təhkum, nə ilə hökm verəcəksən? Qalə bi kitabillah, deyir ki, Allahın kitabı ilə. Qalə fə inləm təcid, bəs hökm verdikdə həmən hökmü kitabda tapmasan, yəni Quranda tapmasan. Qalə bi sünnəti Rasulillah, Allah Rəsulunun sünnəti ilə, yəni kitabda tapmasan, sonra sünnətə. Qalə fə inləm təcid, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, bəs sünnətdə də tapmasan. Qalə əctəhidu bi rəyi, öz rəyim üzərində ictihad edəcəm. Demək, Allah Rəsulü aleyhissalatü vesselam Muaza deyir ki, nə ilə hökm verəcəksən Yəməndə? Deyir, Allahın kitabı ilə. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, Allahın kitabında tapmasan, deyir, Rəsulunun sünnəti ilə hökm verəcəm. Deyir, bəs Rəsulunun sünnətində də tapmasan, deyir ki, öz rəyimlə ictihad edəcəm. Və sonra fədaraba fi sadrihi, Peyğəmbər sallallahu aleyhi ve sellem Muazın sinəsinə vurur və deyir ki, Elhamdülillahilləzi vaffəqə Rasulillahi limə yarda, Rasulullahi. Deyir, həmd olsun Allaha ki, Allahın Rəsulunu, Allah Rəsulunun razı qaldığı şeyə müvəffəq edib.
Peyğəmbər sallallahu əleyhi və səlləm nə etdi? Onu təsdiqlədi, onayladı. Nə ilə hökm verəcəklər? Quranla. Quranda yoxdursa sünnətdən. Deməli, insanın istidadı harda gəldi? Allah və Rəsulundan sonra. Əslində bu hədis usul öyrədir. Bu əhl-i-sünnə və cəmaətin usuludur. Kitab, sünnət, istidad sonra gəlir. Və bu ayətə Muaz ibn Cəbəl nə edir? İbn Kəsir təfsirində bunu gətirir ki, yəni bu ayətin açıqlamasıdır. Allah və Rəsulundan heç bir işdə önə keçmə. Nəyə hökm verirsənsə, nəyin hökmünü axtarırsansa, birinci Allahın kitabındadır, sonra Rəsulunun sünnətindədir. Və bu hədisi Ravah İmam Əhməd və Əbu Davud və Tirmidi və İbn Məcə bu imamlar bu hədisi rəvayət ediblər. وَالْغَرَضْ مِنْهُ أَنَّهُ أَخَّرَ رَأْيَهُ وَنَظَرَهُ وَاِجْتِهَادَهُ إِلَى مَا بَعْدَ الْكِتَابِ وَالسُنَّةِ İbn Kəsir deyir ki, bu qissədəki məqsəd, hədəf, fayda ondan ibarətdir ki, adam, yəni Muaz bin Cəbəl radiyallahu anhu, أَخَّرَ رَأْيَهُ وَنَظَرَهُ öz rəyini və nəzərini sonraya saldı. Nəyin sonrasına? Kitabın və sünnətin sonrasına. Və ictihadahu ilə mə ba'dəl kitab və sünnə. Öz ictihadını kitab və sünnətdən dedi. Yəni, ey iman edənlər, Allah və Rəsulundan önə keçməyin. İctihad nə zaman gəlir? Kitabdan, açıq nasdan, sünnətin səhih mətnindən sonra gəlir ictihad. وَلَوْ قَدَّمَهُ قَبْلَ الْبَحْثِ عَنْهُمَا لَكَانَ مِنْ بَعْدِ التَّقْدِيمِ بَيْنَ يَدَيِ اللَّهِ وَرَسُولِهِ Əgər ictihadını Muaz bin Cəbəl kitab və sünnətdən qabaq edəcəyini desəydi, artıq bu ayətdə deyilən Allah və Rəsulundan önə keçsin, onu etmiş olacaq idi. Yə eyyuhəl-ləzīnə əmənu, lə tuqaddimu beynə yədəyilləhi və rasulihi. İman edənlər, heç bir işdə Allah və Rəsulundan önə keçməyin. Vattaqullaha innallaha semi'un alim. Allahdan qorxun. Allah eşidəndir və biləndir. Və Allah subhanahu və teala təqvanı əmr edir. Nəyin üzərində? Allah və Rəsulundan heç bir işdə önə keçməməyin üzərində. Ki, Allahdan qorxun. Allah eşidəndir. Nəyi dediklərinizi? Allah biləndir. Nəyi? Hər şeyinizi. Qəlbinizdə olanı da Allah təbaraka və teala buyurur. Bilir. Ya eyyuhəl-ləzīnə əmənu. Sonra Allah subhanahu və teala Hucurat surəsinin 2-ci ayətində buyurur ki, ey iman edənlər, ya eyyuhəl-ləzīnə əmənu. Bu ikinci müraciətdir. Birinci, ya eyyuhəl-ləzīnə əmənu. Ey iman edənlər, Allah və Rəsulundan önə keçməyin. Yəni, müsəlmanın tabi olduğu hökm Allah subhanahu və teala'nın və Rəsulunun hökmüdür. Allah və Rəsulunun hökmü olduğu yerdə ondan önə keçmək haramdır. Müsəlman hər bir işdə kitaba və sünnətə ittiba edən kəsdir. Hər bir işdə müsəlmanın tabi olduğu yer Allah və Rəsuludur. Yə eyyuhəl-ləzīnə əmənu, ey iman edənlər. Bunu Allah subhanahu və teala bir də qadağan edir. Və bu ədəbdir. Bu ədəb kimə qarşı ədəbdir? Allaha və Rəsuluna qarşı ədəbdir. Və sonra Allah subhanahu və teala deyir ki, yə eyyuhəl-ləzīnə əmənu, yenə, ey iman edənlər. Bu ikinci müraciətdir. Lə tərfə'u əsvətəkum fəvqə savtun nəbi. Səslərinizi Nəbinin səsindən yuxarı qaldırmayın. Bu, Peyğəmbərə qarşı ədəbdir. Birinci, Allaha qarşı ədəb idi. Bu, Peyğəmbər sallallahu aleyhi ve səlləmə qarşı ədəbdir. Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın. Və lə təcəhəru ləhu bil-qavli kəcəhri bə'dikum li bə'din. Və bir-birinizlə danışdığınız kimi ondan danışmayın. Ən təhbətə əməlukum. Bütün əməlləriniz boşa çıxar. Və əntum lə təş'urun. Heç siz bunu hiss etməzsiniz. Təş'urun, şuur. Biz deyirik Azərbaycan dilində şuurlu insan. Şuur ərəb kəlməsidir. Əslində mənası hiss etməkdir, dərk etməkdir, anlamaqdır. Allah təbarəkə və teala deyir ki, hiss etmədən, anlamadan, bilmədən əməlləriniz boşa gedər. İnsanın əməli nə zaman boşa gedir? Küfr etdikdə, şirk etdikdə. Kitab və sünnət bunu elədir. Demək, Peyğəmbər sallallahu aleyhi ve səlləmə qarşı əxlaqsızlıq, Peyğəmbər sallallahu aleyhi ve səlləmə qarşı hörmətsizlik insanın əməllərini nə edir? Yox edir. Həmçinin burada ayətin bu hissəsində
irca əhlinin, qədim və müasir irca əhlinin şübhəsinin cavabı da var. Müasir murcianə etiqad ondan ibarətdir ki, insan küfr edəndə, şirk edəndə fərqində olmalıdır. Əgər cahilsə, fərqində deyilsə, kafir olmur. Bir insan küfr edirsə, bilməlidir. Bir insan Allahdan başqasına ibadət edirsə, onu bilə-bilə edirsə, anlayaraq edirsə, kafir olur. Bilmədən edirsə, kafir olmur. Ancaq ayət əksini deyir. Allah subhanahu ta'ala deyir ki, ən təhbətə əməlukum. Əməlləriniz boş olar, puç olar, yox olar və əntum lə təşurun, heç hiss etməzsiniz. Bu onu göstərir ki, cahillik üzr deyil. İnsan pis bir əməl işləyir. Heç özü fərqində deyil, anlamır, bilmir, hiss etmir. Qəflətdədir. Ancaq əməli boş olur. Əməli boş olursa onda cahillik, bilməməzlik üzr olur, olmur? Olmur. Kimə görə? Allah təbaraka və teala'nın sözünə görə. Ən təhbətə əməlukum və əntum lə təşkurun. Əməlləriniz puç olar, yox olar. Heç özünüz bunu hiss etməzsiniz, bilməzsiniz, anlamazsınız. Deməli, bu Peyğəmbər sallallahu aleyhi ve səlləmə qarşı Allah təbaraka və teala'nın iman edənlərdən tələbidir. Peyğəmbərə qarşı ədəbdir bu. Allah subhanahu və teala deyir ki, Peyğəmbərin yanında səsinizi yüksəyə qaldırmayın. Əməlləriniz boş olar. Heç bunun fərqində də olmazsınız. Hiss etməzsiniz bunu. Demək, bu ayətin nuzul səbəbində İmam Buxari belə bir qissə zikr edir ki, Bənu Təmim qəbiləsindən bir qrup gəlir Peyğəmbər sallallahu aleyhi ve səlləmin yanına. Əbu Bakır radiyallahu anhu deyir ki, Əmmir Əl-Qa'qa bin Mə'bəd. Peyğəmbər sallallahu aleyhi ve səlləmə deyir ki, Qa'qa bin Mə'bədi o Bənu Təmim qəbiləsinə əmir təyin elə. Yəni, elə bir ki, Əbu Bakır radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi ve səlləmə həm də məşvərətçisi idi. Belə məsləhət verir ki, bunu təyin elə. Və qalə Umar bəl əmmiril Əqra bin Həbis. Ömər radiyallahu anhu da məsləhət görür ki, Əqra bin Həbisə əmir təyin edir. Qalə Əbu Bakır radiyallahu anhu, mə araddə illə xilafi. Fəqalə Umar, mə araddu xilafəkə fətəmərəyə. Və Əbu Bakırla Ömərin arasında mübahisə düşür yüngül. Əbu Bakır deyir ki, Ömərə, mən filan kəsi deyirəm deyə onun əksini deyirsən. O da deyir ki, yox, sənə görə demirəm, mən belə görürəm, bu yaxşıdır. Və təmərəyə mübahisə edirlər. Və bir-birləri ilə mübahisə etdikdə, hətta irtəfəət əsfətuhumə. Bir-birlərinə qarşı, Əbu Bakır və Ömər bir-birlərinə qarşı səslərini qaldırırlar. Fənədələt fi zəlikə. Və bu vaxtında Allah təbaraka və teala bu ayəti nazil edir. Ey iman edənlər, lə tərfəu əsfətəkum. Səslərinizi fəvqə savtın nəbinin səsindən yüksəyə qaldırmayın. Əbu Bakır, Ömər. Peyğəmbər sallallahu aleyhi ve səlləmin ən yaxın iki dostu, Allah Rəsulundan sonra ümmətin ən fəzilətli iki kişisi, iki şeyxi, Allah Rəsulunun özündən sonraki xəlifələri, onlar barəsində belə Allah subhanahu wa ta'ala onlara nə edir? Uyarır. Səsini Peyğəmbərin səsindən yuxarı qaldırmayın. Və bu ayətin nazil olmasından sonra təfsirlərində keçir ayətin. Ömər bin Xattab radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi ve sellemin yanında bu ayətdən sonra daim o qədər aşağı səslə danışır ki, Peyğəmbər hər dəfəsində istifham, yəni ikinci dəfə soruşur ki, nə deyirdin? Yəni o qədər səsini aşağı salır ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin yanında. Hər dəfə Peyğəmbər sallallahu aleyhi ve sellem ondan soruşur ki, eşitmədim. Sanki bir insanla sirli danışan kimi danışır. Və həmçinin bu ayətin nuzul səbəbində belə bir qissə zikr edir. İmam Əhməd bunu Musnədində rəvayət edir. Peyğəmbər sallallahu aleyhi ve sellemin ənsardan belə bir sahabəsi var idi. Səbit bin Qeys ibn Şəmməs adında bir səhabə idi. Buna Xatibun Nəbi deyirlər sahabələr. Peyğəmbərin xətibi. Yəni insanlara nə isə anladanda bu adam çıxırdı insanların qabağına anladırdı. Səbəbi də səsinin möhkəm olması.
Bu ayəti eşidəndən sonra bu sahabə elə hüzünlənir ki, evindən çıxmır. Və Peyğəmbər sallallahu əleyhi və səlləm bir müddət bu sahabəni itirdikdən sonra soruşur ki, hardadır? Gəlirlər evində bunu ziyarət edirlər, görürlər ki, halı pisdir. Soruşurlar ki, niyə bu vəziyyətdəsən? Deyir ki, Allahın ayətdə dediyi adam mənəm. Peyğəmbərin səsindən yuxarı səsinizi qaldırmayın. Mən deyir, möhkəm danışıram Peyğəmbərin yanında. Və Allah mənim bütün əməllərimi boş etmişdir. Mən cəhənnəm əhliyəm. Və gəlib bunu Peyğəmbər sallallahu əleyhi və səlləmə deyirlər. Allah Rəsulü əleyhissalatu və səlləm müjdə verərək deyir ki, bəl huve min əhlil cənnə. Əksinə o cənnət əhlindəndir. Və sonra Əbu Bəkirin xilafəti dönəmində Museyləmə Kəzzəb Yəməmədə çıxanda Yəməmə savaşına qatılır və həmin bu sahabə burada şəhid olur. Bu sahabələrin həyatından Peyğəmbər sallallahu əleyhi və səlləmə qarşı olan Peyğəmbərə hörmətləri, Peyğəmbərə təzimləri, təvqirləri, hörmətləri. Hətta Peyğəmbər sallallahu əleyhi və səlləmin vəfatından sonra sahabələr bu ayətə binaən Peyğəmbər sallallahu əleyhi və səlləmin qəbrinin yanında belə möhkəm səslə danışmırdılar. Ömər bin Xattab Peyğəmbər sallallahu əleyhi və səlləmin məscidində səsini qaldırıb möhkəm danışanları şallah vurdururdu. Vəfatından sonra. Ya eyyuhəl-ləzina əmənu, ey iman edənlər, la tərfəu əsfatakum, səslərinizi qaldırmayın, fəvqə savtun nəbi, Peyğəmbər sallallahu əleyhi və səlləmin səsindən. Bu Allah Rəsulunun sağ ikəndə, vəfatından sonra da qiyamətə qədər hökmü yerində olan bir ayətdir. Necə, hansı şəkildə? Bir məclisdə ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin hədisi danışılır. Peyğəmbər sallallahu əleyhi və səlləmin sirəti adla danışılır. Orada olan insana vacibdir bu ayətə görə ki, sussun. Ümumiyyətcə, bir insan, alimlər bu ayətlə bağlı deyirlər ki, bir məclisdə və yaxud da istənilən bir yerdə bir adam əgər sənə desə ki, qalə Rasulullah, Allah Rəsulü dedi, bu ayətə görə sənə vacibdir ki, həmən an susasan. Əgər Peyğəmbərin adı çəkildisə, bu ayətə görə sənə fərzdir ki, susasan. Və həmsinin İmam Qurtubi bu ayətdən istinbat edərək deyir ki, burada Allah təbaraka və teala Peyğəmbərə qarşı ədəb öyrədir. Peyğəmbərin sallallahu əleyhi və səlləmin yanında səsinizi onun səsindən yuxarı qaldırmayın. Bu Peyğəmbərin vəfatından sonra da aiddir. Hədisə aiddir. Və həmsinin Peyğəmbər sallallahu əleyhi və səlləmin varisləri olan alimlərə də aiddir. Allah Rəsulü əleyhissalatu və səlləm deyir ki, əl-uləmə vərəsəsul ənbiyyə. Alimlər Peyğəmbərlərin varisləridir. Əgər Peyğəmbərə qarşı Allah təbaraka və teala bu ümmətdən belə bir ədəb tələb edirsə, Peyğəmbərin varisinə də aiddir. Niyə? Çünki Peyğəmbərin varisi Peyğəmbərin risalətinin daşıyıcısıdır. Peyğəmbər sallallahu əleyhi və səlləmin yanında uca səslə danışmaq olmazsa, varisinin yanında da olmaz. Buna bir dünyavi misal verim. İki dövlətin arasında əgər bir dövlətin elçisinə başqa bir dövlətdə hörmətsizlik eləyəndə, o elçinin sahibi olan dövlət o hörmətsizliyi kimə götürür? Özünə götürür. Əgər bir dövlətin, misal üçün, xarici işlərinə məmur olan bir vəzir, bir nazir, başqa bir ölkədə hörmətsizliklə üzləşdikdə, o hörmətsizlik onun şəxsinə aid olmur. Onun təmsil etdiyi dövlətə aid olur. Niyə? Çünki dövlətin təmsil edir. Peyğəmbər sallallahu əleyhi və səlləmin varisi Rəbbani alimdir. Peyğəmbər haqq etdiyi bu hörməti o da haqq edir. Bu İmam Qurtubinin ayətdən etdiyi istinbatdır. Lakin görsəniz ki, isabətli bir istinbatdır. Bu hökmdür. Allah təbaraka və teala ümmətdən, ümumiyyətcə insanlardan nəyi tələb edir? Rəsulun səsindən yuxarı səsinizi qaldırmayın. Niyə? Hikməti nədir? Niyə insanlar Rəsula hörmət eləməlidir? Niyə? Nə üçün? Allah niyə bunu istəyir bizdən? Rəsul bu insanlara cənnətə gedən yolu göstərir. Rəsul insanları cəhənnəmdən uyarmaq üçün, cəhənnəmdən uzaqlaşdırmaqdan ötürü
İnsanlar cəhənnəmə tərəf gedir. Rəsul, Allahın rəsulu onları cəhənnəmə getməməklərindən tutub çəkən bir adamdır. Ona görə hörmətə haqq edir. Rəsul Allahın seçdiyi kəsdir. Allah'a təzim edirsənsə, Allahın rəsuluna təzim edirsən. Yəni, Allah rəsulunun bu təzimi, bu hörməti, bu təvqiri haqq etməsinin səbəbi budur. Ya eyyuhəl-ləzinə əmənu, ey iman edənlər, lə tərfəu əsfətəkum fəvqə savtın nəbi. Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizlə danışdığınız kimi onunla danışmayın. Ən təhbətə əməlukum, bütün əməlləriniz boş olar və əntum lə təşurun. Heç bunu hiss etməzsiniz. Növbəti ayətdə Allah subhanahu wa ta'ala Hucurat surəsinin 3-cü ayətində buyurur ki, İnnəl-ləzinə yəğuddunə əsfətəhum ində rasulillah, ulaikəl-ləzinə imtəhənəllahu qulubəhum littəqvə, ləhum məğfirətun və əcrun azim. Həqiqətən o kəslər ki, Allahın rəsulunun yanında səslərini aşağı salırlar. Yəni, Allah rəsuluna təzim olaraq səslərini aşağı salırlar. Onlar Allahın qəlblərinə təqvanı yazdığı kəslərdir. Ləhum məğfirətun və əcrun azim. Onlara məğfirət vardır və onlar üçün əzəmətli əcr vardır. Bu kimlərin vəsfidir? Həqiqi iman edənlərin, Peyğəmbər sallallahu əleyhi və səlləmi təzim edənlərin, Peyğəmbərə hörmət edənlərin, Peyğəmbərin yanında aşağı səslə danışanların. İnnəl-ləzinə yunədunəkə min vəra'il hucurati əksəruhum lə yaqilun. Növbəti ayətdə Allah subhanahu wa ta'ala Hucurat surəsinin 4-cü ayətində buyurur ki, İnnəl-ləzinə yunədunəkə min vəra'il hucurat. Hucurat, otaqlar. Otaqların arxasından yunədunəkə, nidə, möhkəm səslə səni çağıranlar. Bir dəstə bədəvi idi, səhradan gəlmişdi. Hicrətin 9-cu ili, 631-ci il, Əmül Vufud ili, hansı ki, ərəblər qəbilə-qəbilə gəlirdilər, iman edirdilər. Və təxminən 70-ə yaxın qəbilə gəlib həmən il Peyğəmbər sallallahu əleyhi və səlləmin dəvətinə icabət edib, İslamı qəbul edib və Peyğəmbərə beyyət edib. Həmən o gələn vafdlardan, qruplardan, qəbilələrdən, tayfalardan birisi gəlib Peyğəmbər sallallahu əleyhi və səlləmin zənn edərək ki, hansısa zövcəsinin otağındadır, otaqların arxasına durub möhkəm səslə qışqırırlar. Ey Muhammed, ey Muhammed. Və Allah subhanahu wa ta'ala da bu barədə deyir ki, həqiqətən o kəslər ki, yunədunəkə min vəra'il hucurat, otaqların arxasından səni çağırırlar. Surənin adı ayətdə burada bu kəlmədən götürülür. Hucurat. Peyğəmbər sallallahu əleyhi və səlləmin 9 zövcəsinin hücrəti var idi. Hətta bu kəlmənin üzərində İslam fiqhində bir hökm də çıxardırlar ki, ayətdə deyir ki, otaqların arxasından, otaqlar. Deməli ki, Allah Rəsulunun zövcələrinin hər birinin ayrı-ayrı otağı olub. Buna binaən deyirlər ki, bir kişi 2, 3, 4 qadınla evləndikdə qadınlar hamısı ayrı evi haqq edir. Bir evdə yaşamağa yəni şeyləri yoxdur. Peyğəmbər sallallahu əleyhi və səlləm zövcələrinin hər birisi üçün ayrı otaq edir. İnnəl-ləzinə yunədunəkə min vəra'il hucurat. O kəslər ki, səni otaqların arxasından çağırırlar. Əksəruhum lə yaqilun. Onların əksəriyyəti əql etmirlər. Deməli, əxlaqsızlıq, ədəbsizlik əqillə də əlaqəlidir. Niyə? Çünki pis ədəb, pis əxlaq əqillə əlaqəlidir. Əql etmirlər. Niyə? Çünki əql etsəydilər, etməzdilər bunu. Əql. Kamil şəkildə əql etsəydilər ki, bu insan Allahın rəsuludur. Bunu belə çağırmaq olmaz. Dur gözlə. Belə möhkəm səslə, ey Muhammed, ey Muhammed. Əksəruhum lə yaqilun. Onların əksəriyyəti Allah təbarəkə və teala deyir ki, əql etmirlər. Və sonra buyurur ki, 5-ci ayətdə وَلَوْ أَنَّهُمْ صَبَرُوا حَتَّى تَخْرُجَ إِلَيْهِمْ لَكَانَ خَيْرًا لَهُمْ وَاللّٰهُ غَفُرُ الرَّحِيمٌ. Əgər onlar səbr etmiş olsaydılar və gözləsəydilər ki, sən özün onların yanına çıxıb gələsən, bu onlar üçün daha xeyirli olardır.
Allah Gafurdur, bağışlayandır və rəhimdir. Burada Allah subhanahu wa ta'ala yenə insanların Peyğəmbər sallallahu aleyhi ve sellemə qarşı etdikləri ədəbsizliyi qınayır və bu barədə ayət nazil edir. Demək, oxuduğum Hucurat surəsinin 5-ci ayətinə qədər olan hissəsidir. Birinci, Allah subhanahu wa ta'ala bu 5-ci ayətə qədər olan mövzunu özətləyirəm. Allah subhanahu wa ta'ala birinci ədəbdə iman edənlər, Allah və Rəsulundan heç bir işdə önə keçməyin. İkinci, Peyğəmbər sallallahu aleyhi ve sellemin yanında səsinizi yüksəyə qaldırmayın. Bu sadəcə Peyğəmbərin səsindən səsi yüksəyə qaldırmağa aiz olan bir pis əməldir ki, Allah subhanahu wa ta'ala deyir ki, əməlləriniz pus olar. İbn Qeyyim Mədərc-i Salikin kitabında bu ayət barəsində deyir ki, İzə kənə rəf'ul əsfad savqa savtın nəbi sallallahu aleyhi ve sellem min muhbitatil əməl fəmə bəlukə bi rəf'il əra vəl-əfqar ələ sünnətihi. Deyir, bu ayətdə Allah subhanahu wa ta'ala səsi Peyğəmbərin səsindən yuxarı qaldıranın əməllərin pus olduğunu deyir. Bəs öz rəyini Peyğəmbərin sünnətindən qabağa keçirdən, Peyğəmbər sünnətdə bir şey hökm verir, bir insan öz rəyindən Peyğəmbərin sünnətindən qabağa başqa bir rəy ortaya qoyur. Bəs bunun halı nədir? Səsə görə Allah deyir ki, əməllərin boş olar. Bəs Peyğəmbərin hökmü necə? Səsini Peyğəmbərin səsindən yuxarı qaldırırsan, əməllərin boş olur. Fikrini Peyğəmbərin hökmünün qarşına getirirsən, bəs beləsinin hökmü nə olur? Və yaxud da bu ayətlə bağlı İbn Qeyyim deyir ki, Allah subhanahu wa ta'ala deyir ki, Peyğəmbərin yanında səsinizi Peyğəmbərin səsindən yuxarı qaldırmayın. Bu, Peyğəmbər vəfat etdikdən sonra hədis məclisinə də aiddir. Peyğəmbərin sözü, Peyğəmbər sallallahu aleyhi ve sellemin sirası zikr edilən yerdə fərz olan susmaqdır. Əgər bir insan orada səsini qaldırırsa, sanki Peyğəmbərin səsinin üzərinə səsini qaldırmış olur. Bu Peyğəmbər sallallahu aleyhi ve sellemə aiddir. İbn Qeyyim deyir ki, bəs Allahın kəlamı zikr edildikdə necə? Peyğəmbərin sözünün yanında, səsinin yanında səsi qaldıran belə olur. Bəs Allahın sözünün və hökmünün qarşısına keçən necə? Təbii ki, o bundan daha şiddətlidir. Bu ikinci məsələ, bu ikinci hökmdür. Hucurat surəsinin 2-ci ayətində. Sonra Allah təbarəkə və teala deyir ki, o kəslər ki, səni otaqların arxasından çağırırlar, əql etmirlər. Həmən o ərəblərin əxlaqsızlığını nə edir? Ədəbsizliyini qınayır. Və bu qiyamətə qədər də belədir. Bu Peyğəmbər sallallahu aleyhi ve sellemə qarşı ədəbdir, əxlaqdır. Bu surə İslam ümmətinə, Allaha qarşı, Rəsuluna qarşı, müsəlmanlara qarşı və sonuncu dördüncü insanlara qarşı Allahın təbarəkə və teala'nın əmr etdiyi əxlaq, ədəb və qadağan etdiyi əxlaqları, ədəbləri öyrədir. 5-ci ayətə qədər oxudum, izah etdim. İnşallah növbəti dərsdə surə 18 ayətdən ibarətdir. Növbəti dərsdə inşallah davam edəcəyik. Allah subhanahu wa ta'ala'dan istəyirəm ki, bunu insanlar üçün faydalı, xeyirli etsin. İnsanlara bunu anlamağı, əməl etməyi, bununla yaşamağı, Allah təbarəkə və teala'nın əmr etdiyi ədəbləri yerinə qoymağı, qadağan etdiyi ədəbdən, əxlaqdan uzaq olmağı asanlaşdırsın. Və əxiru dəvana elhamdülillahi rabbil aləmin. Subhanəkallahumma bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbu ileyk.